Qəzəb həmişə hər yerdə var. Bu biraz da daxildən qaynaqlanan bizim normal duyğularımızdan biridir. Amma media buna xidmət etməlidirmi? Hər halda etməməlidir. Bəlkə də əksini təbliğ və təşviq etməlidir. Sizcə nəyə görə media qəzəbdən diqqət çəkmək üçün bu qədər çox istifadə edir? Doğrudan da diqqət çəkməyin ən yaxşı yolu qəzəbdirmi? Bu xarici müəlliflərdən birinin kitabını oxurdum media ilə bağlı. O bir yaxşı başlıq vermişdi fəsillərin birinə. Medianın gücü və gücün mediası. Yəni medianın gücü böyükdür. Və media o zaman fəlakətə düçar olur ki, o gücün mediasına çevrilir. Yəni cəmiyyətin mediasına çevrilmir. İnsanların mediasına çevrilir. Biraz da media anlayışı bizdə məsəl üçün hamı bunu mətbuat kimi başa düşür də, kütlə informasiya vasitələri. Bəziləri media ilə jurnalistikanı sinonim kimi görür, amma elə deyil. Media ümumiyyətlə çox geniş anlayışdır. Yəni, məsələn, tutaq ki, biraz bəsit izah eləsək, bir butulkanın içərisinə biz su da tökə bilirik, süd də tökə bilirik, kola da tökə bilirik, orada şirin çay da ola bilir və s. Önəmli olan daşıyıcıdır. Yəni, butulka, bax, o media butulkanın özüdür, vasitədir.